Salam, hər vaxtınız xeyir olsun, əziz həmvətənlər. Cavad xanın xanımı ermənimi olub? Gəlin bu suala bir yerdə cavab tapaq. Əvvəlcə istinad edəcəyim mənbəni ekranda göstərirəm və onlayn versiyasının linkini də videonun altına əlavə edəcəm ki, siz əzizlər də istifadə edə biləsiniz. Ümumiyyətlə, bu və digər mənbələrdə Cavad xanın iki xanımından bəhs edilir. Şükufə xanım və Mələknisə bəyim. Şükufə xanım adi bir kəndli qızı olur, yəni türk olur, Azərbaycan türklərindən. Hətta Cavad xanla birlikdə döyüşdə də iştirak edir. Mələknisə bəyim və yaxud da Məliknisə bəyim isə Şəki xanı olan Məhəmməd Hüseyn xan Müştaqın qızıdır, yəni türkdür, Azərbaycan türkü. Bəs Cavad xanın erməni xanımı olması iddiası yalandırmı? Xeyr, indi gələk bu mövzuya. Mənbələrdə Adonyan, Anodyan və ya Adnoyan adlı birinə rast gəlirik. Bəziləri onu Cavad xanın xanımı, bəziləri isə kənizi adlandırır. Amma hər halda adına rast gəlirik mənbələrdə. Yəni Cavad xanın ətrafında erməni bir qadın var. Bəli, Cavad xan nikah diplomatiyasından istifadə edirdi. Erməni birliklərinə etimad etmişdi və bu da onun başını sonralar çox ağrıtdı. Eynilə Osman bəy kimi. Osmanlı dövlətinin qurucusu Osman bəy Anadoluda ermənilərə sığınacaq vermişdi və sonralar Osmanlının son dövrlərində erməni məsələsi çox baş ağrıtdı. Nəysə, Cavad xan da 1787-ci ildə Şəmkirdə 500 erməni ailəsini yerləşdirmişdi. Şəmşaridə isə 1000 erməni ailəsini yerləşdirdi. Ermənilər üçün aylıq məvacib təyin etdi və onlar üçün azlıqlar üzrə işlər idarəsini yaratdı. Hətta Cavad xanın ermənilərə kömək etməsindən sonra İbrahim Xəlil xan Cavanşir onunla düşmən oldu. Bu mövzunu çox uzatmayacağam. Ehtiyac olsa başqa bir videoda bu mövzuda danışarıq. İndi bunları misal çəkməyimin səbəbi isə Cavad xan hansı erməniləri idarə etmək üçün nikah diplomasiyasına başvurmuşdu sualını cavablandırmaq idi. İndi gələk erməni qadının Cavad xanın məğlubiyyətindəki roluna. Mühasirə uzandıqca uzanırdı. Artıq Cavad xan bir aydı ki, təslim olmurdu. Tez-tez qala qapıları açılırdı, Cavad xan süvarilərlə birlikdə hücum edirdi və geri çəkilirdi. Artıq bu mühasirə Siyanovu çox yorurdu və buna görə də ermənilərə və gürcülərə vədlər verməyə başlamışdı. Və heç təəccüblənməyəcəksiniz ki, bu vədlər bir nəfəri tovlaya bildi. Həmin qadın öz qardaşını Siyanovun yanına göndərdi. Onlar da Gəncəyə axan suyun yolunu göstərdilər, dedilər ki, suyu zəhərləmək lazımdır. Beləcə, Cavad xan və ətrafındakı bütün Gəncəlilər susuzluqdan və xəstəlikdən əziyyət çəkdilər və nəticədə məcbur oldular ki, əlbəyaxa döyüşə girişsinlər. Cavad xanın ordusundakı ermənilər döyüş başlayan kimi qarşı tərəfə keçdilər və ruslar tərəfdən Cavad xana qarşı döyüşdülər. Sonra da şəhərə hücum zamanı bələdçilik etdilər, hər tərəfin yolunu ruslara göstərdilər. Beləcə, Gəncə işğal olundu, Cavad xan öldürüldü, bütün ordu məğlub oldu. Həmin qadının Cavad xanın xanımı mı, yoxsa kənizi mi olması məsələsinə gəldikdə isə. Siyanovun zabitlərindən biri yazır ki, döyüş bitdikdən sonra Siyanov Cavad xanın xanımına başsağlığı verməyə gedir. Siyanov xanıma bir kisə pul təklif edir. Xanım isə qılıncını çəkərək Siyanovun üzərinə hücum çəkir. Zabitlərdən biri qarşısına keçir və Siyanovun həyatını xilas edir. Rus zabiti davam edəndə yazır ki, əgər yavəri olmasaydı, o, qəhrəman Tatar xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Mən Tatar arvadının əynində çərkəzi paltar, üstündə xəncər, əlində ərinin qılıncını gördüm. Bəli, bununla aydın olur ki, Cavad xanın yas mərasimini idarə edən xanım türk xanımlardan biri idi. Həmçinin mənbələrdə yazılır ki, həmin xanım Uğurlu xanın da anası idi. Deməli, həmin xanım Cavad xanın birinci xanımı olan Şükufə xanım idi. Biraz daha açım, Gəncə xanlığının xanımı Şükufə xanım idi, nəinki digər erməni qadın. Düşünürəm ki, bu qədər kifayət edər. Sağ olun, salamat qalın, növbəti videolarda görüşmək ümidi ilə Allah amanında.